milyonçunun dilənçi balası deyirəm. Cəmaatı qəbul etmir, ondan sonra cəmaatın dərdinə qalmır. Heç bir şeydən də xəbəri yoxdur. Asif Hüseynov 32 yaşında icrabatçı qoyulan Ramiz Mehdibin kadrasıdır. Bugünkü gündə də rayondan xəbəri olmayan bir icrabatçıdır. Şabran rayonunun icra başçısı Asif Hüseynovun da hazırda dövlətə xəyanət ittihamı ilə ev dustaqlığında olan Ramiz Mehdiyev və onun həyat yoldaşı Galina Mehdiyevaya siyasəndə torpaqlar verməsi haqqında məlumat var. Bu barədə Şabran rayonunda məskunlaşan keçmiş məcburi köçkün Məhəmməd Məmmədov 7 Times açıqlamasında qeyd edib. Vaxtilə Şabranda vəzifə tutmuş Məhəmməd Məmmədov icra başçısı Asif Hüseynovun qala altında Ramiz Mehdiyevin villasını təmir etdirdiyini, həmçinin villa tikib ona bağışladığını bildirir. Məhəmməd Məmmədov icra başçısının Qarabağlar kəndində 120 hektar ərazidə dövlət hesabına arteziyan quyuları vurdurduğunu, həmin quyulardan çıxan sudan əhaliyə vermədiyini iddia edir. Ətraflı sujeti izləyək. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Asif Hüseynov siyasəndə olan vaxtı Galina Mehdiyev, Ramiz Mehdiyevin arvadının adına nə qədər məsələn torpaqlar orada özəlləşdiribdir, nə qədər torpaqlar veribdir. İndi bunların hamısından əlavə Asif Hüseynov görmür ki, bu Ramiz Mehdiyevin qala altında evi var. O evin də o remont elətdirib, evin də o tikdirib. Ancaq bunun işi odur ki, pul yıxsın, vəzifə dəyişsin, ondan sonra vəzifələr hamısını saxtakarlıq etsin, ondan sonra torpaq alver etsin. Hər yerdə də bunun mülkləri var. Şabranda elə bizim məsələn qəsəbənin qabağında 500 metrlikdə 120 hektar yeri, içində dövlətin prezidentin alladıb, transformator artsan gətirib qoyub. Nətər oldu ki, bu xalq 350 nəfərdən ibarət olan, 70 evdən ibarət olan qəsəbə susuz qala bilir. Ancaq bu Asif Hüseynov prezidenti allada gətirib o artsan qurub. Nə cür olur? Ona işıq çəkib, artsan qurub. İndi torpağı deyilənə görə başqa adama satıb 400 minə. Zeynal Nağdayevin qəbuluna getdiyimə də peşmanım. Ona görə peşman oldum ki, buna heç bir tədbir görən yoxdur. Ancaq indi mən bildim ki, Zeynaldan sonra başa düşdüm ki, bunun arxasında böyük mafiyadır, böyük güclər durur. Bu gücləri də sındırmaq çox çətindir. Allah prezidentə dəyməsin ki, bu heç olmasa kötüyü Azərbaycan xalqından aralı eləyib. Bu kötüyün üstündə bunlar budaqdır. Ona görə də bu tədbiri görməkdə, Respublikanı təmizləməkdə mən bunu alqışlayıram, çox alqışlayıram. Bunların arxası gedir, çıxır bu Ramiz Mehdiyevə. Bunu Ramiz Mehdiyevdən başqa heç kim 32 yaşında icrabatçı qoya bilməzdi. Geçsin bizdə qala altında ev var. O evi də bunlar veribdi, evi də bunlar tikibdi. Yəni bir o deyil. Yəni bu siyasətə gələndən bunlar ondan çox belə bəhrələnən bir insanlardır. Yəni bunu Dövlət Təhlükəsizlik Komitəsi də bilməlidir, bunu hamı bilməlidir ki, məsələ budur. Mən bunu artıq bir dənə, hələ bu işlədiyim müddətdə bir dəfə gəlib qəsəbədə 70 evdən ibarət olan qəsəbədə 350 adam var. Heç vaxtı bu maraqlanmayıb ki, bu cəmaat nə ilə məşğul olur. Biz əhdiyimizin kompensasiyasını ala bilmirik. Rayonda məsələn çayxanalarda 1000 dənə sözlər danışırlar. Bir rayon icra başçısı gəldiyi yerdə bir rayon icra başçısı məsələn böhrümüzdə Xaçmaz, Siyəcən, Quba, bütün icra başçıları rayon ərazisində gecə qalır. Ancaq bunun qaldığı buna məsələn dövlət tərəfindən verilmiş icra hakimiyyəti evində bu bir gün də qalmır. Bunun adamın rayonundan xəbəri yoxdur. Hara gedir, gəlir məsələn oradan gəlir Xəzər restoranda oturub çörək yeri qayıdır. Bunun məsələn getdiyi, gəldiyi o təzə yolda oradan gəlir Xəzərə. Bir də rayon içinə çıxsa bir yarım saat gəlir, elbisən dəyir. Gəlsin məndən qabaq gəlsin, mən ona sübut edim. Sübut edim ki, bu adam məsələn rayon səviyyəsi, bu adam icra hakimiyyətinə layiq adam deyil. Bunların yerində məsələn işlək kadrlar qoyulmalıdır. Bu adam xəbəri yoxdur axı. Bunlar torpaq alverçisidir. Bu adam məsələn rayonda desin ki, mən bir dənə məsələn bu müsbət işi görmüşəm. Gördüyü iş məsələn bir dənə küçəni ildə bir dəfə təmir edir, orada da kalan milyonlar gedir. Təmirlə məsələn olan pul hamısı Asif Hüseynovun cibinə gedir. Ondan sonra belə qoyulub məsələn vəzifəyə qoyduğum adamların heç birisi deyə bilməz ki, mən orada pulsuz getmişəm. Adicə rayonda məsələn süpürgəçidən də pul alır. Ondan sonra cəmaata məsələn icra hakimiyyətinin işçilərinə kvartalda bir dəfə mükafat verir, o mükafat da tutur alır. Gah quz aldırır, gah arpa aldırır. Məsələn belə biabırçılıqla mən bunun alverində sonu olmalı da. Bu pullar da indi aydın olur ki, mən indi bax görürəm ki, Ramiz Mehdiyevin milyardları var. Bu milyardlar kimin hesabına olur? Asif Hüseynov tək adamların,
Onun məsəl üçün Şabranda məsələn Qalaltında tikdiyi evin məsəl üçün qiyməti hardasa 2-3 milyondur. Gəlsin məsəl üçün baxılsın da, görsün bu xalqın pulu ilə tikilib, yoxsa öz pulu ilə tikilib, Asif Hüseynov əzab çəkib, qoyunun pulu ilə tikilib. Asif Hüseynov siyasətə gələndən məsələn onun orada torpaq hesabları olub, bunlar hələ çıxmır, hələ bunları yoxlayan yoxdur, ona görə ki, hələ daxildə hələ sentrdə yoxlayırlar. Hələ bunların hamısı vaxt olacaq, araşdırılacaq. Bunlara məsələn kimlər himayədarlıq eləyib, nətər olubdur. Baş belə də ola bilməzlər. Asif Hüseynova şəxsən mən 15 dənə eyvan etibar etmirəm. Asif Hüseynov desin ki, bu rayon üçün, rayon mənə aid deyil. Elə bizim 70 evə, Qasım qəsəbəsinə falan şeyi köməklik etmişəm. Falan şeyi köməklik etmişəm. Heç bir şey də deyə bilməz. Onun haqqı yoxdur. Hələ Namurad bizə vurduğu zərbələr hədsiz dərəcədədir. Hədsiz dərəcədə vurduğu zərbələr xoşa gələn zərbə deyil.